Buralara gelmişik, gün batımıdır. Daha small görünür. Sonradan yaranan çox qəşəng görünən rəngi maraqlı görünən. Çox qəşəng sarafanlar var. Xarici səhifələrdə sarafan giyinmək də bazen kimlərəsə əziyyətdir. Əslində Al-Aylivan yazın, yayın xarakterizə olunduğu, asosiasiya olunduğu giyimlər onlar olur, amma nədənsə mənə də narahatdır. Kimləri görüyorum? Dəniz dalğalanır və maraqlı bir şəkildə rəqs edir su sanki. Yəni buranın çox işıqlı vaxtını görmürəm deyə heç olmasa kadrlarda qalsın. Oradan bayraq görsənir. Dışarı çıxdığında aşırı dərəcədə abur-cubur yemək istəyi gəlir adama. Abur-cubur hani paketli qidalardan kastım deyil, daha çox başqa şeylər. Hava yaxşı olanda bütün bəbələr çıxır bayra. Bəbələrin adına da sevinirik. Yunan, bir də fransızca çox az eşidirik. Əsas eşitdiyimiz dil bəllidir. Arzu edirəm bir gün o dili də eşitməyək heç. Necə bütün dünya ölkələrinə dağılıblar və onları xoşlamırlar. Mən də eyni şəkildə. Dilerim bir gün ən az eşitdiyimiz dil o dil olar. Hal-hazırda və sonu nə bilim neçə ildə, bəlkə də 50, 60, 100 eşitdiyimiz. Mən əminəm ki, onlar nisbətən daha özlərini üstün sayırlar kimlərəsə görə də onlar aşağıdırlar. Dünya ölkələrinə paylaşdıqları zaman, hansı ki onlar da təcrid olunurlar, sevilmirlər. Yuxarıdan aşağı baxılırlar. Dilərim bir gün biz də onlara elə baxaq. Bu özləmirsən nə? Hər yerdə varlar, çoxdular, çoxalırlar, bir-birlərinin tərəfini vermirlər.